Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyikel fərəc. Məkasib kitabından 425-ci dərsi oxuyuruq. Məlumdur ki, bir müddətdir ki, Məkasibdə Ğina bölümündən oxuyuruq. Və keçən dərsimizdə mərhum Muhaddis-i Kaşaninin rəyini mərhum şeyx nəql elədi. Muhaddis-i Kaşani buyurdu, Ğina o surətdə haramdır ki, əgər bir musiqi aləti ilə o ğina yaxın olsa, bir yerdə olsa və illa haram deyil. Əlbəttə onun dəlillərini, rəyini bütövlükdə oxuduq. Mərhum Şeyx Mürtəza Ənsari buyurur, həmən rəy sahibi kifayəyə də nisbət verilib. Sahibi kifayə, yəni kifayə kitabının sahibi. Əlbəttə bu bizi çaşdırmasın. Bir kifayə kitabı Axund Xorasaninindir. O mərhum Şeyx Mürtəza Ənsarinin öz şagirdidir. Bir kifayə kitabı da var, mərhum Səbzivarinindir. Buradakı söz deyilir, indi oxuyacaq, bu rəy nisbət verilir kifayə kitabının sahibinə, yəni mərhum Səbzivariyə. Mərhum Səbzivariyə belə eyni Kaşaninin sözü nisbət verilir. Mərhum Səbzivari də buyurur, əgər ğina bir musiqi aləti ilə bir yerdə olsa, haram deyil. Olmasa haram deyil. İndi bugünkü dərsimiz mərhum Səbzivarinin sözüdür ki, mərhum Şeyx Mürtəza Ənsari bu əsərində, Məkasib kitabında nəql eləyir. Buyurur və nusibəl qovlul məskur ilə sahibil kifayə əyzən. Buyurur, bu zikr olunmuş qovl rəy kifayə kitabının sahibinə həmçinin nisbət verilir. Hansı rəy? Dediyimiz kimi, o ğina ki, müqarindir hərami xarici ilə, yəni bir məlahi ilə, bir musiqi aləti ilə oxunsa, bu haramdır. Oxunmasa, bir musiqi aləti ilə haram deyil. Və nusibəl qovlul məzkur ilə sahibil kifayə əyzən. Bu zikr olunmuş rəy nisbət verilib kifayə kitabının sahibinə həmçinin. Vəl mövcudu fiha, o kifayə kitabında mövcud olan fikir budur, indi oxuyacaq. Vəl mövcud fiha bədə zikril əxbaril mütəxalifə cəvazəm və mənəm fil Qur'an və qeyruhu. Buyurur, o kifayə kitabında mövcud olan fikir budur ki, əvvəl mərhum Səbzivari, yəni kifayə kitabının sahibi,
O rivayət, o əxbarlar, xəbərlər ki, cəvazən və mənən ki, biri birinlə müxalifdir. Yəni, bir dəstəsi deyib icazəlidir, bir dəstəsi deyib icazəli deyil. Quranda və qeyri-Quranda, yəni qina Quranda və qeyri-Quranda bir dəstəsi icazəli deyib, bir dəstə icazəli deməyib. Bunları zikr eləyəndən sonra mərhum Səbzəvari buyurub, ən əl-cəmə beynə hazihil əxbar yumkin bivəcəyin. Buyurub, bu iki dəstə rivayətin arasında cəm eləmək, yəni həm bu rivayətlərə əməl eləmək, həm digər rivayətlərə əməl eləmək bir halda ki, biri-biri ilə ziddiyyət təşkil eləyir. İki yolu var, yəni bir-birinə müxalifdirlər, iki yolla bu rivayətləri cəm eləmək olar. Əhəduhuma, o iki yolun, o cəm eləmək yolunun ikinin birincisi təxsisu tilkəl əxbaril varidə əl-mani'ə bima ədəl Qur'an. Bir yolu budur ki, o rivayətləri ki, gəlib bizə çatıb və o rivayətlər ki, manidir, o rivayətlər ki, mən eləyir, qadağan eləyir qinanı, o rivayətlər məxsusdur bima ədəl Qur'an. Qur'andan başqa yerlərə. Yəni, Qur'anı qina ilə oxumaqlığa aid deyil. Bəlkə Qur'andan başqa yerlərdə əgər qina eləsən, bu rivayətlər deyir ki, olmaz. Amma qaldı Qur'an, Qur'anı demir. Bu Qur'andan başqa yerləri deyir. Və humilə ma yədullu əla zəmmət təğənni bil Qur'an. Amma o biri rivayətlər ki, dəlalət eləyir Qur'anı qina eləməyin məzəmmətinə, o rivayətlər həml olunur, yönəlir əla qiraətin, o qiraətə ki, təkunu əla səbilil ləhv. Əgər Qur'an qiraəti ləhv yolu ilə olsa, bəs bu rivayətlər o qarini məzəmmət eləyir. Kəma yəsna'ul fussaq fi qinaihim. Necə ki, fasiqlər öz qinalarında bu işi görürlər. Yəni, Qur'anı da ləhv yolu ilə qiraət eləyirlər. Amma Qur'an ki, ləhv yolu ilə olmasa, qina da olsa, burada Qur'andan mən eləmirlər. Qeyri-Qur'an, dualarda, mərsiyələrdə, başqa yerlərdə, o yerlərdə qadağan eləyirlər. Və yuəyyiduhu rivayətu Abdullah ibn Sənan el-Məzkurə. Və buyurur, bizim bu dediyimizi, elə müəyyiddir bu dediyimizə, yəni gücləndirir bu dediyimizi Abdullah ibn Sənanın rivayəti, o rivayəti ki, oxuduq. İqra'ul Qur'ana bi'əlhanil ərəb və iyyakum və luhunu əhlil fusuq vəl kəbair. Rivayət budur ki, Həzrət buyurur, Qur'anı oxuyun ərəbin ləhni ilə, ərəbin oxuduğu kimi və qoruyun özünüzü günahlar sahibi və fasiqlərin oxuduğun kimi. Onlardan özünüzü qoruyun. Yəni, o insan ki, əhl-i fiskdir və günah sahibidir, Qur'anı ki, bir ləhnlə, bir yolla oxuyurlar,
onlardan özünüzü qoruyun. Və səyəci'u min ba'di əqvamun, Peyğəmbər buyurdu, məndən sonra bir dəstə insanlar gələcəklər. Yərci'unəl Qur'an tərci'əl ğina. Bunlar Qur'anı ğinanın yolu ilə tərcih eləyərlər. Yəni Qur'anı elə oxuyarlar, ğina nə cür olunur? Tərcih, yəni o səslərin ki, boğaza aparıb gətirirlər, qəlqələ eləyirlər, qaynadırlar səslərini. Bəli, onlar kimi eləyərlər. Peyğəmbərimiz buyurur, o cür oxumaqdan özünüzü saxlayın. Bəlkə o ləhni ki, ərəblərdə var, o qayda ki, ərəblərdə var, Qur'anı oxuyurlar, siz də o cür oxuyun. Da boğazınıza salıb və onu qəlqələ eləyib çıxartmayın. Bəs bu rivayət də müəyyiddir o cəmə ki, Qur'anı bu cür tərcih eləməyin, Qur'anı bu cür oxumayın. Bəs o rivayət ki, məzəmmət eləyir, Qur'anda ğina eləməyi, bu yolla oxuyanları məzəmmət eləyir. Əla səbililləh, ləhv yolu ilə oxuyanları məzəmmət eləyir. Bu bir yolu ki, mərhum Səbzivaridən nəql olunur Kifayə kitabında. Və sanihima, ikinci yol. Dedi, axı iki yol var, ikinci yol. İkinci yolun inşallah gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.